günləri dünyanın ən böyük problemindən danışacağıq, ən böyük təhlükədən, ən böyük virusdan danışacağıq. Bu o qədər təhlükəli bir virusdur ki, bütün uşaqlarımızın həyatını çorlayır, həyatını məhv eləyir, onları nəşəyə düçar eləyir, onları qatil eləyir. Pis vərdişlərə, məsəl üçün siqaret, araq, nəşə kimi şeylərə düçar eləyir. Qısacası çox təhlükəli bir şeydir. Dünyanın ən təhlükəli şeyidir. Və bu virusun adı oyundur. Bəli, oyun. Böyük bir təəssüf hissi ilə deyirəm ki, mən də bu virusa yoluxmuşlardan biriyəm. Hardasa 5 yaşımda aşağı yuxarı bu virusa yoluxmuşdum və hələ də bundan qurtulmuş deyiləm. Bədəndə çox böyük bir alışqanlıq yaradır və buradan üzümü valideynlərə tutub deyirəm ki, aman ehtiyatlı olun, uşaqlarınızı bu böyük təhlükədən qoruyun. Niyə bu cür kamu spotu kimi video çəkirəm? Çünki bu yaxınlara qədər mən də bunun nə qədər təhlükəli bir şey olduğunun heç fərqinə varmamışdım. Ta ki Xəzər xəbərdəki bu xəbəri izləyənə qədər. Kadrlardakı oyun Azərbaycanlı gənclər tərəfindən yaradılan və rəsmi olaraq mobil tətbiq vasitəsilə yüklənə bilən bir oyundur. Məzmun isə metroda baş tutan qaranlıq, qorxunc bir mühitdə olan silahlı gənclə bağlıdır. Oyun şərti olaraq Bakı metrosunun tərk edilən stansiyasında canlandırılır. Oyunda tək oynayan və oradan çıxmaq üçün müxtəlif tapşırıqlar icra edən gənc hətta polisə silahla hücum edir. Yaş məhdudiyyəti 13 yaş üstü göstərilsə də məzmun heç də 14 və ya 15 yaşlı yeniyetmə üçün uyğun hesab edilə bilməz. Yerli istehsal olan belə oyunlarda uşaqlar üçün təhlükədir. Bəli. Mənim gözlərimi açan Xəzər xəbər oldu. Onlara nə qədər təşəkkür eləsəm az deyən. Düz 5 yaşındakən tanış oldum bu virusdan, qonşu uşağa bulaşmışdı və oradan da mənə yoluxdu. O vaxtdan bəri öldürdüyüm insan sayısının hədd hesabı yoxdur. Kişi, qadın, cinsiyyət ayırmadan qoy bir baxım listimə. Düz 730 kişi, 647 qadın və 438 uşaq, qız, oğlan qarışıq. 50 dənə maşın patlatmışam. Gündə bir 70 blok siqaret çəkirəm. Araqsız günüm olmaz. Qısacası həyatım məhv olub. Ay, okey, bilirəm, gülməli deyil. Yəqin ki, bayaq deyiləm, ciddi olmadı səni, o qədərdən mal olan var sizə. Görürsünüz, deyiləm mi? Amma pozları vermirəm, məzələnirdim. Sonra başımı oraya sığlar. Salam dostlar, bugün ta dendi vaxtlarından bəri davam edən oyunlar uşaqların psixologiyasını korluyur, tərbiyəsini korluyur, onları pis yollara salır və s. olan oyunlar zərərlidirmi mövzusundan danışacağıq. Yəni bu mövzu dostlar ta o vaxtdan bəri var idi. O vaxt da deyirlər bunu, bu gün də deyirlər. Bəs niyə? Çünki oyunlar o valideynlərin həyatında olmuyor. Məsələn, sizə belə bir nümunə verim. Mənim dayım gənc olan vaxtlarda futbola baxırdı. Böyük bir futbol azərkeşi idi. Və onun da atası, yəni mənim rəhmətli babam, dəqiqə başı onu azarlayırdı. Bu nədir belə boş-boş şeyə baxırsan, nə bilim, vaxtını boşa sərf edirsən, get düzgün işlə məşğul ol, bu nədir belə cici şeydir. Niyə? Çünki onun da gəncliyində futbol olmuyor. Bu qədər sadə. Belə sizdə belə qrup insanlar var. Təəssüf ki, bu insanlar da çoxdur. Mənim bildiyim düzdür. Hər kəs mənim dediyimi eləməlidir. Bu bir ideologiya da ola bilər, dini görüş də ola bilər və s. Və bu dünyanın ən yanlış fikirlərindən biridir. Arkadaş, onda bir də 135-140 yaşında əgər baş elə bir insan çıxıb deyər ki, mənim də uşaqlığımda elektrik olmayıb. Biz qaz lampası ilə yaşayırdıq, nə bilim nə. Götürün elektrik dirəklərini, hamısını qaldırın, nədir bu? Lazım deyil. Belə şey mi olar ki? Niyə bu mövzuda video çəkirəm? Çünki bir-iki gün qabaq yayımımda bir izləyicim Türkiyədə oyunları qadağan elədilər kimi bizdə də istəyirlər demişdi. Bir-iki cümlə ilə fikrimi demişdim o yayında. Bizim ölkədə oyun hələ də uşaq işi kimi görülür. Buna görə də oyunlar çox ziyandır, uşaqları korlayır deyirlər. Buradan o valideynlərə və ekspertlərə səslənirəm. Siz oyunun qapağına baxmısınız heç? Əgər baxmısınızsa orada bir rəqəm olduğunu görmüsünüz yəqin. Ay sağ ol. Bax o rəqəm oyunun içindəkilərə görə qoyulan yaş həddidir. Əgər oyunun üstündə 13 yaş və yuxarı və ya 18 yaş və yuxarı yazılıbsa, ki əslində daha çox məlumat yazılır. Bu o deməkdir ki, bu oyunun içində 13 yaş və ya 18 yaş altı üçün uyğunsuz olan materiallar var. Adamlar xəbərdarlığın eləyir. Bəs biz nə etməliyik deyirsinizsə, bəlkə eşitməmisiniz, amma valideynlik deyilən bir trend çıxıb. Təzədir yəqin, ona görə də xəbəriniz yoxdur. Siz də belə başa salın. Deməli bu trenddə valideyn olmaq üçün birinci uşağınız olmalıdır. Əgər yoxsa gedimizi düzəldin. Daha sonra bu uşağınızın qarşısına qalmalısınız. Yəni nəyi yeyir, nəyi içir, nəyə qulaq asır, nəyi izləyir. Qısacası övladınıza nəzarət eləməlisiniz. Bayaq da dediyim kimi oyun firmaları qutuya loqo olaraq oyunun neçə yaş və yuxarı olduğunu, tərkibində şiddət, alkoqol, çılpaqlıq, nalayiq sözlər kimi nələr olduqlarını yazırlar. Və sən əgər uşağının nə elədiyi ilə maraqlanmırsansa, oyun firmaları neynəsi qardaşım? Nətər ki uşaq barmağını toka vuranda və ya zərərli bir maddəni və ya kiçik oyuncaq parçasını ağzına soxanda tez mane oluruq. İzlədiyi film, animasiya və oyunları da incələməliyik. Çünki böyüklər üçün olan cici filmlər də var və təəssüf ki, bizim xalq oyunu, cici filmi hələ də uşaq kimi gördüyü üçün fikir vermirlər. Ondan sonra da ay aman uşağın tərbiyəsi çörəndə, ay aman vay nə bilim nə. Böyle siz onsuz da mükəmməl valideyn olduğunuz üçün günah heç vaxt sizdə deyil valla. Valla deyil. Sanki uşağı qucağınıza oturtdurup əmini şey, dayını şey, xələni şey deyən biz deyirik. Qısaca oyunları qadağan eləmək heç nəyi həll eləmir.
Bunun həlli övladınıza nəzarət eləməkdir. Və nəzarət eləmək deyəndə əlinə planşeti verib qoy nəyə girsin başın dincəsi demək deyil bu. Övladınıza nəzarət eləməlisiniz. Bu sizin valideyni borcunuzdur. Okay? İndi oyunlardan qabaq söyləyən, dava edən, içki içən, cinayət törədən heç mi yox idi yəni? Tərbiyəni belə fikirləşirsinizsə ilk seriallarımızdan başlayın. Mən izləmirəm, amma bizimkilər baxdığı üçün eşidirəm və aman Allah, əlim ağzımda qalır. Yox, bu bunun bacısı ilə gəzib, yox, bu bunun maması ilə gəzib, yox, bu bunun filankəsini hamilə qoyub. Oy, nələr var ya. Ha mən vecmə deyil, mən baxmıram, amma yəni madəm belə tərbiyədən zətdən danışırsınız, bu problemləri birinci həll eləyin. Vaxtında ata ocağını görəndə bu nədir? Hamı Google Translate kimi danışır, elə bir deyişdir. İndi isə ata ocağını Şamla axtardım. Bir dənə üzünə baxılası serial yox deyə. Dramdan komediyaya kimi heç bir şey düzgün deyil. Hələ ki komediya mənim ən sevdiyim janr. Of. Nəsə, mövzudan çox uzaqlaşmayaq. O ki qaldı Xəzər xəbərdəki. Yaş məhdudiyyəti 13 yaş üstü göstərilsə də məzmun heç də 14 və ya 15 yaşlı yeniyetmə üçün uyğun hesab edilə bilməz. Valla 14-15 yaşlı uşaq əgər bu qrafikləri, bu oyunu görüb bunu real sanırsa, onu dərhal həkimə aparın. Buradan bütün valideynlərə zarafat eləmirəm. Buradan bütün valideynlərə deyirəm. Əgər övladınız həqiqətində bu qrafikləri görüb real həyatdan ayıra bilmirsə, mütləq həkimə yollayın. Çox ciddi problemləri var beynində demək ki. Allah qorusun yəni, Allah qorusun. Nəysə çox başımıza ağrıq, mənim gələk nəticəyə. Oyunlar qısacası qəşəng şeylərdir. Bizi yeni dünyalarla, yeni insanlarla, yeni mədəniyyətlərlə tanış edir. Yəni ki, nə təkcə əməliyyat simulyatorunu oynamaq məni cərrah eləmirsə, nə təkcə ETS oynamaq məni tır şoförü eləmirsə, nə təkcə Marvel Spider-Man oynamaq məni çox heyf ki Spider-Man eləmirsə, nə təkcə bayaqdan da Resident Evil Village'də Qulyabanı öldürdüyümü göstərdiyimə görə heç biriniz Qulyabaniyə dönmədisə, oyunda adam öldürmək də məni qatil eləmir. İnşallah bu videonu valideynlər bir diqqətlə izləyər və artıq nəyin problem olduğunu və onu nə cür həll etmək lazım olduğunu anlayanlar. İzlədiyiniz üçün çox sağ olun. 2025 videosu üstündə araşdırmanızda bilirəm artıq çox gec oldu. Yəni artıq 2-ci ay bitmək üzrədir. Amma niyyətə başlamışam da artıq da bitirək. Bir də hələ Rockstar Tağçası 3 var. Qısacası hələ çox işim var. Siz də kanala dəstək olaraq, abunə olaraq, bəyənərək videonu və paylaşaraq mənə dəstək ola bilərsiniz. Biraz cümlə kəlləmaylıq oldu, amma nəysə. Sağ olun, görüşək.